Hakimlər 7-ci fəsil. Gidyonun Midyan üzərində qələbəsi. Yerub-Baal, yəni Gidyon və onunla bərabər bütün xalq tezdən durub Xarod çeşməsinin başında ordugah qurdu. Midyon ordugahı isə onların şimal tərəfində More təpəsinin yanındakı vadidə idi. Rəbb Gidyona dedi: yanında olan xalqın sayı çoxdur. Ona görə Midyanlıları onlara təslim eləmirəm. Çünki İsraillilər mənim qarşımda öz əlimlə özümü qutardım deyib öyünəcək. İndi sən xalqa bunu eşitdirib de: kim qorxudan əsirsə, Gilead dağından geri qayıtsın. Xalqdan 22.000 nəfəri geri qayıtdı, 10.000 nəfəri qaldı. Rəbb Gidyona dedi: xalqın sayı yenə də çoxdur. Onları su kənarına indir və orada adamları sənin üçün ələkdən keçirəcəyəm. Bu sənlə gedəcək dediyim adam, sənlə gedəcək və bu sənlə getməyəcək dediyim bütün adamlarsa getməyəcək. Gidyon xalqı su kənarına indirəndə Rəbb ona dedi: suyu it kimi dili ilə içənlərin hamısını bir tərəfə, su içmək üçün dizüstü oturanların hamısını isə o biri tərəfə ayırıb yığarsan. Əllərini ağızlarına aparıb suyu dili ilə içənlərin sayı 300 nəfər oldu. Lakin xalqın qalan hissəsi su içmək üçün dizüstü yerə oturdu. Rəbb Gidyona dedi: sizi dili ilə su içən bu 300 nəfərlə qutaracağam və Midyanlıları sənə təslim eləyəcəyəm. Qoy xalqın qalan hissəsi öz yerinə qayıtsın. Bu 300 adam xalqın azuqəsini və şeypurlarını əlindən aldı. Gidyon qalan İsraillilərin hamısını bir nəfər kimi öz evlərinə göndərdi və 300 nəfəri yanında saxladı. Midyan ordugahı Gidyonun olduğu yerin aşağısındakı vadidə idi. O gecə Rəbb ona dedi: qalx, Midyan ordugahına en, çünki onları sənə təslim edirəm. Əgər ordugaha enməyə qorxursansa, nökərin Pura ilə bərabər en. Orada sən onların söhbətini eşidəcəksən. Onda qüvvət alıb ordugaha enərsən. O zaman Gidyon və nökəri Pura, ordugahın kənarında olan silahlı adamların yanına indilər. Vadiyə yığılan Midyanlılar, Amaleqlilər və bütün şərq xalqlarının sayı Çəyitikə qədər çox idi. Dəvələrinin isə dəniz sahilindəki qum qədər sayı hesabı yox idi. Gidyon gəlib gördü ki, bir nəfər yoldaşına öz yuxusunu danışır və belə deyir: bax, yuxumda görmüşəm ki, arpa unundan bişirilmiş yumru çörək yuvarlanaraq Midyan ordugahına girib çadıra çatdı. Çadırı vurub yıxaraq alt-üst elədi və çadır yerə sərildi. Yoldaşı ona cavab verdi: bu İsrailli Yoaş oğlu Gidyonun qılıncından başqa bir şey deyil. Allah Midyanı və bütün ordugahını ona təslim eləyib. Gidyon yuxu danışan adamın hekayəsini və yozumunu eşidəndə Allaha səcdə qıldı və İsrail ordugahına qayıdıb dedi: qalxın, çünki Rəbb Midyan ordusunu bizə təslim eləyib. Yanında olan 300 nəfəri 3 dəstəyə ayırdı. Hamısının əlinə şeypurlar, boş dolçalar və dolçanın içində məşəllər verdi. Onlara tapşırdı ki, mənə baxın, mən necə eləyirəmsə, siz də elə eləyin. Bax, mən ordugahın kənarına çatan zaman neynəsəm, siz də elə eləyin. Mən və mənlə bərabər olanların hamısı şeypur çalan kimi, siz də ordugahın bütün ətrafında şeypurlarınızı çalın və Rəbb üçün və Gidyon üçün deyə bağırın. Gidyonla yanında olan 100 nəfər kişi orta növbəsinin başlanğıcında növbətçilər təzə dəyişən zaman ordugahın kənarına çatdılar. Onlar şeypurlarını çalıb, əllərindəki dolçaları qırdılar. 3 dəstə də şeypur çalıb dolçaları qırdı. Sol əllərində məşəl, sağ əllərində isə çaldıqları şeypuru tutub, Rəbbin və Gidyonun qılıncı deyə bağırdılar. Ordugahın ətrafında hamı öz yerində dayandı və bütün Midyan ordusuna vurnuxma düşdü. Onlar bağıra-bağıra qaçdılar. 300 nəfər şeypur çalanda Rəbb düşmən ordugahındakıların qılıncını bir-birinə qarşı qaldırdı. Düşmən ordusu Sereraya doğru
Bet-Şiddeyə qədər, Tabbatın yanında olan Avel-Mehola sərhədinə qədər qaçdı. Naftalidən, Aşerdən və bütün Menaşedən çağrılmış İsraillilər Midyanlıları qovdular. Gideon bütün Efraimin dağlıq bölgəsinə qasid göndərib dedi: Enin, Midyanlılara hücuma keçin. Onların yolunu kəsmək üçün Bet-Baraya qədər Yordan çayının sularını tutun. Bütün Efraimlilər yığılıb Bet-Baraya qədər Yordan çayının sularını tutdular. Sonra iki Midyan başçısı Arevlə Zevi tutdular. Arevi Orev qayasında, Zevi isə Zev üzüm sıxanında öldürdülər. Midyanlıları qovdular və Yordan çayını keçərək Orevlə Zevin başlarını Gideona gətirdilər.